dərsimizdə sizə elektron hökumət portalının təqdim etdiyi elektron xidmətlərdən biri olan küçə adına görə küçə kodunun, poçt indeksinin və aidiyyatı rayonun tapılması xidmətinin necə işlədiyini göstərəcəm. Bunun üçün elektron hökumət portalı saytına daxil olduqdan sonra elektron xidmətlər bölümünə gələrək burada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi xidmətlərdən biri olan küçə adına görə küçə kodunun, poçt indekslərinin və aidiyyatı rayonun tapılması xidmətinə klik etməyiniz lazımdır. Və bu xidmətə klik etdikdən sonra artıq siz küçə adını yazaraq axtar düyməsinə klik edə bilərsiniz. Mən Azərbaycan Respublikasından hər hansı bir küçə adı yazıram. Və Enter düyməsini basdıqdan sonra artıq həmin küçə adına uyğun olaraq gördüyünüz kimi küçənin adı, küçə şifri, poçt indeksi, rayon və şəhər göstərilir. Məsələn, Səməd Vurğun gördüyünüz kimi küçəsinin küçə şifri 16767, poçt indeksi 2017, rayon Kəpəz və şəhər Gəncə şəhəri olduğu bildirilib. Gördüyünüz kimi Səməd Vurğun adlı küçə həm Gəncə şəhərində, həm də Bakı şəhərində mövcuddur və burada müxtəlif rayonlar da qeyd olunub. Eyni zamanda başqa bir küçə adlı yazmaqla da siz poçt indeksini, küçə şifrini, rayon və şəhəri asanlıqla tapa bilərsiniz. Bu dərsimizdə sizə küçə adına görə küçənin kodunun, poçt indekslərinin və aidiyyatı rayonun tapılması xidmətinin necə işlədiyini göstərdim.